Həzrət Əmirül-Müminin buyurur ki, mən Xeybər qalasını rəhmani güclə qopartmışam. Bəşər gücü ilə qopartmamışam. Yəni, bədən ona malik, o gücü sahib deyil. 40 nəfər Xeybər qalasının daşdan ibarətidir. Qopardasan qapını, atasan xəndəyin üstünə ki, qoşun gəlsin, keçsin. Həzrət Əmirül-Müminin buyurur ki, mən bunu Allahın gücü ilə etmişəm. Ruhun bu gücü var. İnsan ruhunun bu gücü var. Dəhşətdir bu səhnələr, bu görüntülər. İmam Hüseyn əleyhissalam tək tənha 30 minin qabağında qalıb. Zərrə qədər məyus deyil, zərrə qədər süst deyil, pərt deyil. Tam qüdrətlə vuruşur, tam qüdrətlə qabağa gedir. İmam Hüseyn əleyhissalam şücaəti misli görünməzdir. Axıra qədər bu yolda cihad eləyir. Dəyərlər uğrunda cihad eləyir. Peyğəmbərin gətirdiyi dəyərlər, peyğəmbərlərin gətirdiyi dəyərlər uğrunda. Bir ərəbcə şeir var, onun məzmunu belədir. Bunu da Məhəmməd Təki Cəfəri nəql eləyir, bizim böyük filosof alimlərimizdən, ariflərimizdəndir. Hüseyn ibn Əlinin yolundan gələnlərik. Fatimə Zəhranın yolundan gələnlərik. Əlinin yolundan